Savalanda 4 sot torpaq sahəsində 4 otaqlı əşyaları ilə birlikdə evlə gəlmişəm. Deyəcəksiniz ki, bu 4 sot deyil, düzdür. Tamına 12 sotdur. 12 sotla da verə bilər, amma başqa qiymətə. 110 min manata 4 sotda 4 otaq əşyaları ilə birlikdə. Bu nə ağacıdır? Yox, meyvə deyil, hə? Əzgil. Hə? Əzgildir, hə, onu dərərik. Ev yəsindən halallıq istəyib dərərik. 4 sağ ol da. 4 sotda əşyaları ilə birlikdə 110 min manata. Sənəti 98-ci ilin nə idi? Sərəncamıdır. Adı yadından çıxdı, gəl. Ev 8 daş kürsüdədir. Ayalı şeytan ağaca bax nə qəşəngdir. Pəncərələrin reşotkasına kimi qoyulub. Evimiz yaşayışçıdır və evin bax, kənarı istəşqə olunub. O kənarından da arxasına keçid var. Yəni, 4 bir tərəfdən evin başına dolanmaq olur. Lorində desək. Üzüyü o yana çevir, o yana çevir. Kombisi, pitimunutkası. Bu da şeydir, sterilizator deyirlər, nə deyirlər? Keçdi evin içərisinə. Girəcək hissəsi, geniş girəcəyi ev əşyaları ilə birlikdə satılır, təkrar eləyirəm. Keçək içəri. Qoqutqamışım, nə qəşəng içəri istidir. Geniş qonaq otağı. Gördüyünüz kimi qonaq dəsti var. Qonaq otağının 2 pəncərəsi həyətin ön hissəsinə baxır. Təkrar eləyən pəncərələrin reşotkasına kimi qoyulub. Ev əhalisi hansı otaqdadır? Burada mətbəxidir. Mətbəx mebeli var. Moykası, ümumiyyətlə əşyaları ilə birlikdə satılır. Yenə təkrar edirəm. Bax, buradan, gəl maqa bir dənə buranı göstər, qaqa. Sən də bezdirəm, maqa gəl. Buranı siz niyə açıram? Bax, məsafəyə, zabonla məsafəyə nə qədərdir? Qonaq otağını göstərdik. O tək sanitə qoşarsanız eldə. Burada bir yataq otağıdır. Bəbək mebellərdir. Adamla uşaq olması gəlirlər. Geniş yataq otağı. Yer taxtadır. Bir dənə aboyu yoxdur da evlərin, düzdür? İçin ümumiyyətlə göstərmirik. Yataq otaqda nədir orada? Buranın şəklini çəkəcəyik. Ev əhalisi çoxdur, körpə uşaqlar da var. Ona görə onları dəqiq başa çıxartmaq istəmirik. Şəklini çəkəcəyik. Müştəri istəsə imin otağa baxmaq üçün ata bilərik.